Gimnast və alətin xalçadan çıxması təbii ki, bu cərimə xalına da gətirib çıxara bilər. Əlbəttə. Həm də ki, o sonluqda alətsiz bitirir çıxışını. Artıq ona məcbur idi. Əlbəttə. Amma topu götürüb yenidən xalçaya qayıtmaq bu düzgündür. Yəni ki, musiqi bitdisə, o artıq hərəkətini bitirməlidir. Yəni, o vəziyyətdə bu gimnast özünü itirmədi. Ən düzgün olanı elədi. Bəli. Litva gimnastı lentlə kompozisiyanı təqdim edir. Leon Ginovayciki 92-ci ildəndir. 17 yaşı var. Dalbadal artıq 2 dönmədən yıxıldı. Şən musiqi ilə